Səlman el-Farisi radiyallahu anhu demişdir. Allah elçisi sallallahu aleyhi və səlləm belə buyurdu. Kişi çöllükdə olarkən namazın vaxtı girərsə, dəstəmaz alsın. Su tapmadıqda isə təyəmmüm etsin. Namaza iqamə verəndə, onun iki mələyi də onunla namaz qılar. Əgər azan oxuyub iqamə verərsə, onun arxasında Allahın ucu bucağı görünməyən orduları namaz qılar. Subhanallah! Ey əziz müsəlman! Sən bu şərəfin, izzətin fərqindəsənmi? Gör Rəbbimiz müsəlman qullarına namazı necə bir neymət olaraq verib ki, azan və iqamə verib namaz qılanda, onun orduları sənin arxanda namaz qılırlar. Ona görə də hər kəs bilməlidir ki, müsəlmanın dəyəri insanların baxışı ilə ölçülmür. Onun izzəti insanların onu görməsi ilə deyil. O tək qaldıqda belə ibadətini tərk etmirsə, Allah ona elə bir şərəf verir ki, mələklər onunla birlikdə səhv tuturlar. Müsəlman səcdəyə getdiyi zaman, o sadəcə yerə baş qoymur, o Rəbbinə yaxınlaşır. O anda onun arxasında Allahın saysız hesabsız ordusu dayanır. Bu, müsəlman üçün ən böyük izzət, ən böyük şərəfdir. Elə isə, ey müsəlman, namazını qılarkən azan verməyə, iqamə verməyə heç vaxt səhlənkar yanaşma. Tək olanda da, insanların olmadığı yerdə də azan ver, iqamə ver və Rəbbinin qarşısında dayan. Zikr edilən hədisi unutma. Həmişə xatırla ki, sən tək deyilsən, sənin arxanda Allahın ordusu var.